Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme salli ala Muhammed və ali Muhammed əleyhimmə vəl-məhdiyin və səllimə təslimə. Bildirmək istəyirəm ki, 29 aprel 2026-cı ildə United Kingdomda, yəni Birləşmiş Krallıqda dinimizin mərkəzinə 500-dən çox polis heyəti və helikopterlə hücum ediblər və basqın zamanı dinimizin mərkəzi olan binasına daxil olarkən qapını qırıblar və oradakı qardaşlarımızdan bir çoxunu həbs ediblər və eləcə də rəhbərimiz olan Abdullah Haşim əleyhissalamı həbs ediblər və bildirmək istəyirik ki, din hər yerdə azad olmalıdır, insanların öz dinini seçmə və yaşama haqqı olmalıdır və bu qanunvericiliklərdə təsdiq olunan bir şeydir və bizim şüarımız odur ki, öncə insanlıq, sonra din. Əgər bir insanın dininə hörməti yoxdursa, deməli onun inancına və insanlığına da hörməti yoxdur. Və ona görə də bildirmək istəyir ki, bizim rəhbərimiz və digər qardaşlarımızı həbsdən, nəzarətdən azad buraxasınız. Həbsdən azad buraxın. Free Abdullah Haşim. Abdullah Haşim əleyhissalam azadlıq. Free Abdullah. Free Abbas Sadiq.